Xırdabuynuzlu heyvanların brazot xəstəliyi. Xırdabuynuzlu heyvanlarda brazot xəstəliyi ildırımvari, iti və nadir hallarda yarımti formada keçir. İldırımvari gedişdə heyvan qəfil yıxılır. Qıcolma vəziyyətində bir neçə dəqiqə və ya saat ərzində tələf olur. İti gedişdə xəstəlik bir neçə saatdan bir günə qədər davam edir. Xəstə heyvanlarda narahatlıq, süstlük, hərarətin yüksəlməsi, tez tənəffüs, gövşəmənin dayanması, ağızdan köpüklü, qanlı, seli axması, ishal, mədə-bağırsaqda qaz yığılması və çənaltı nahiyədə, boyunda, döşdə şişkinlik müşahidə olunur. Ölüm 2-12 saat ərzində baş verir. Yarımiti halda iştahsızlıq, susuzluq, yunun tökülməsi, selikli qişaların əvvəl solğun, sonra sarı olması görünür və xəstəlik 5-8 gün çəkir. Diaqnoz kliniki, patoloji və laborator məlumatlara əsasən qoyulur. Xəstəliyin profilaktikası. Heyvanların otarma, suvarma və yemləmə işlərini düzgün təşkil etmək və vaxtında peyvəndlərin vurulması vacibdir. Sürüdə xəstəlik baş verdikdə xəstə heyvan təcrid edilməli, sürü peyvəndlənməli, tövlə və avadanlıqlar mütləq dezinfeksiya edilməlidir. Xəstəliklərin qarşısını almağın ən təsirli yolu peyvəndləmədir. Xəstəliyin əlamətlərini müşahidə etdikdə mütləq ixtisaslı baytar həkimlərinə müraciət edin.